Almaniyada iş yerimdə bir azərbaycanlı dəlxanaya yerləşdirdilər. Əvvəl cərimələr gəldi, sonra rəsmi xəbərdarlıqlar oldu. Amma sürət pozuntuları davam etdikcə məsələ artıq yol polisi səviyyəsində qalmadı. Bu vəziyyət dövlət tərəfindən təhlükəsizlik riski kimi qiymətləndirildi. Nəticədə həmin şəxs 1 aylıq psixoloji müayinəyə və nəzarətə göndərildi. Bu cəza deyil, məqsəd insanı alçatmaq yox, sükan arxasında başqaları üçün təhlükə yaratmadığını yoxlamaqdır. Almaniyada maşın sürmək sadəcə özüm üçün deyil, bu yolda olan hər kəsin həyatına cavabdehlik deməkdir. Burada biraz bərk sürdüm anlayışı işləmir. Qanunu bir dəfə pozan səhv edir, amma təkrar edən artıq risk sayılır. Sistem baxır, qeyd edir və vaxtı gələndə qərar verir. Bəs siz necə düşünürsünüz? Belə bir qanun Azərbaycanda olsaydı nə baş verərdi? Fikirlərinizi şərhlərdə yazın. Çox sağ olun diqqətinizə görə.